Salam, hər vaxtınız xeyir olsun. Sizə kombinezonun qısaca toxunuşunu başa salacağım. Yəni xanımlar istəmişdi məndən. Deməli kombinezonumuz yeni doğulan ölçüdür. 0-3 ay ölçüdür. 100 qramı 100 metre olan hər hangi bir sapdan toxuya bilərsiniz. Şiş nömrəsi 5.5-6, yəni əlinizə uyğun şiş nömrəsi götürə bilərsiniz. Kombinezona ayaq hissədən başlamışıq. Yəni sizə video çəkəcəm deyə ayaqlarını birləşdirməmişəm. Manjet hissədən başlamışıq. 34 ilmək atmışam daha doğrusu. 18-20 sıra manjet toxumuşam. Ondan sonra ayaq hissəsinə keçid eləmişəm. 10 ilmək artırmışam. 17 santı ayaqları addelini toxumuşam. 17 santı toxuyandan sonra bədənə birləşdirmə hissəsi eləmişəm. Yəni hər ayağın başından digər ayağın isə sonuncu tərəfindən 6-6 ilmək artırmışam. Bir də arxada iki ayağı orta hissəsini birləşdirəndə 6 ilmək artırmışam. Bədən hissəsini, bədənimiz orta hissədən çiynə kimi 28 cm olmalıdır. Elə bir ki 16-17 cm qol altına kimi hörmüşəm. Hər 8 cm-dan 7 cm-dan bir düymə iliyi açmışam. Çiyin hissəsində 14 ilmək çiyinlə önü birləşdirmişəm. Geri qalan hissəni isə bir imilə yığışdırıb kapşonu toxumuşam. 2 sıra kapşonu toxuyandan sonra kapşonda artırma eləmişəm. 68 ilmək var. 18 cm-də kapşonu toxumuşam. Qollarımızdakı qol altından kəsmədən sonra 12 cm olmalıdır qol hissəmiz. Qollarımızın uzunluğu 12-15 cm arası dəyişir. Yəni mən normalda biraz santimləri böyük eləyirəm. Siz 12 cm eləsəz kifayət eləyir yeni doğulan ölçü üçün. Qulaqlarımızdakı tək qatla toxumuşam qulaqları qalın sap olduğuna görə. 15 ilmək atmışam. 6 sıra haroşa getmişəm. Haroşa gedəndən sonra arxasını birləşdirmişəm. Deməli ümumilikdə bizim kombinezonumuzun ayaqları normalda 17 cm olmalıdır. Bədən hissəsi 27-28 cm olmalıdır. Qolları 12, kapşonu da 18 cm olmalıdır. Siz daha böyük ölçü toxumaq istəyirsinizsə ilmək sayını 2-2 artıraraq santimetrlərdə 2 cm, 2 cm artıraraq daha böyük ölçülər toxuya bilərsiniz. Məsələn, bu 0-3 ay ölçüdür. Siz 3-6 ay ölçü və yaxud da ki 6-9, 9-12 ay ölçünü, yəni ilmək sayını artıraraq, santimetrlərini də çoxaldaraq daha böyük ölçü toxuya bilərsiniz. İnşallah sizin üçün də yəni yararlı bir video olmuşdur. Əgər yararlı bir video olduğunuzu düşünürsünüzsə, videonu bəyənib şərh bölməsinə fikirlərinizi yazmağı unutmayın. Sağ olun.